Salamlayıram hər birinizi. Bunlar mənim cəfərlərimdir. Yəni petruşkalarım, yəni maydanozlarım, türkçə desək. Mən bunları dünən çaylı sodalı suyla, çay sodası tökdüm biraz suya, birazca da qab şampunu. Bir fıs-fıs qabda çox az düzəltdim. Yəni sadəcə bunları yumaq üçün bəs olsun, sizə onu göstərmək istəyirəm. Düzdür, cücüləri yox idi, heç nəyi, böcəyi zadı. Bunları sadəcə toxum olaraq səpmişəm ağacımın dibinə. Burada da var biraz. Bunlar diqqətinizi çəkə bilər, niyə belədir? Mən bunun səbəbini sizə deyəcəm. Necə deyim, bir Türklər demiş, bir deney edirdim. Sadəcə onu bitkinin üstünə tökmüşəm, ona görə o biraz elə nəticə verib. Amma belə də heç bir problemləri yoxdur. Görürsünüz, maşallah olsun, sağ salamatdırlar. Arada bir qırıb istifadə edirəm. Biraz çay sodasını, türklər səhv eləmirəmsə, bir dəqiqə karbonat deyir. Biraz karbonatı, haradasa yarım çay qaşığı qədər karbonatı, yarım litr suda. Dolu götürmədim də çay qaşığını, yarım çay qaşığı, belə deyim, çay qaşığının hətta 1/3 qədər, çünki suyu az götürmüşdüm. Yarım litr suda qarışdırdım, ilıq suda, qaynar isti eləmədim, amma istiyə yaxın ilıq elədim. Həm yaxşı ərisin deyə, həm də bitkilərimə yaxşı təsir eləsin deyə. Mütləq axşam üstü, gün batandan sonra, hətta saat, indi yayda bilirsiniz, gün gec batır. Bunlar mənim yan balkonumdadır, burada gün lap gec batır. Günəşin günortadan sonra düşdüyü yerdir. Haradasa saat 8-dən sonra idi, 9-un yarısı 9-a qalmış, bax belə vaxtlar idi. Səhərdən sulamışdım, sulanmış nəm torpağa və birazca da qab şampunu əlavə elədim. İstəsəz maye sabunu da əlavə eləyə bilərsiniz. Amma maye sabunu əlavə eləsəz, daha çox bitkisel ya da ki 72% sabunlar var. Türklərdə də Arap sabunu var, çox faydalıdır. Hələ ona keçməmişəm, ondan alıb istifadə eləyə bilməmişəm. Yəni hər maye sabunu qatmayın. Qab şampunu azca olar. Daha doğrusu mən qab şampunu istifadə elədim. Ya 72%'dir sabun ya da qab şampunu istifadə edə bilərsiniz. Amma bitkisel olmağına baxın və yaxud da ki 72%'dir sabunu biraz rəndəliyib əlavə edə bilərsiniz. Mən keçən illərdə elə də eləyirdim. Belə torpaqlarına da biraz fıs-fıs elədim. Bunlar mənim rozmarinlərimdir. Ancaq sizə deyim ki, mən bunu hər bitkiyə yox, amma göyərtilərə olar. Digər bitkilərin də sadəcə torpağına, bunlar yaxşı toxum çıxmamışdı. Bunlar da cəfəridir. Amma bir-iki dəfə toxum aldım. Köhnə toxumuydu. Ona görə oradan buradan belə az-az çıxdılar. Amma sonra aldığım toxumlar daha yaxşı oldu. Sadəcə digər bitkilərinizdə çaylı sodanı hər bitki sevmir. Əslində olar eləmək. Amma çox eləməmək şərti ilə. Yəni, necə deyim, elə bil ki 1 litr suda maksimum haradasa deyim sizə, biraz həssas bitkilər üçün deyirəm bunu, yarım çay qaşığı çay sodası götürə bilərsiniz. Mən yarım litr suda yarım çay qaşığı götürdüm. Onun üçün göyərtilərimə tökürdüm. Bunlarda heç bir problem yoxdur. Amma bəzi bitkilər var ki, onlar çox həssas olur. Spatifillum kimi, limon kimi, portağal kimi bunlar çay sodasını çox sevmirlər. Ona görə onları biraz az, yəni xəstəliklərdən qorunmaq üçün eləyə bilərik. Torpağın göbələklərdən qorunması üçün eləyə bilərik. Xəstəliklərdən, cücülərdən qorunması üçün əsas mən eləyirəm. Şirələnmə, cücülənmə varsa mütləq istifadə eləyirəm. Amma göyərtilərdir, bibərlərdir, bunlar rahatlıqla həmişə çay sodasına yuyuram bunları. Və qab şampunu da biraz əlavə edib ilıq suyla qarışdırıb gün batandan sonra, hətta aloylarımın da suyuna pis-pis edirəm. Baxın, aloylarım da maşallah çox soğursu balkondadır. Burası sadəcə ikisini və bir dənə bu balaca bebek aloyumu qoymuşam. Bunun yanında çıxanda şüydür. Bitki toxumlarını yəqin ki əlimdən sərpişdirəndə onun da dibinə sərpişdirmişəm ya da düşüb. Burada da şüydlərim var. Şüydlərim və göyərti toxumlarım yaxşı çıxmamışdı. Bir yerdən aldırmışdım, orada köhnə idi. Yəni keçəl kimi çıxdı oradan buradan. Bir dənə axırıncı cəfəri toxumumu bəyənirəm. Qalanlar az çıxmışdı. Burada kişnişlərimdə artıq çiçək açıb. Burada da baxın üstü balaca yumruları görürsünüz, toxumlayacaq. Toxumlasın, onları da səpəcəm. Yox, səpəcəm.
torpağa. Bunlar isə soğanlarımdır. Cücərmiş soğanları bastırmışdım, amma deyəsən gün vurdu. Bəziləri də yaxşı olmadı. Mən üzü quruyanda belə qopardıram, amma kökü qalırsa, baxın, misal üçün, bunun kökü torpaqdadır, düzdür. Bunun başını qopartsam da, o kök, torpaqda qalan kök, yəni başını qopartdıqca onu çıxartmayacağım. O hətta bir neçə üzü payıza onun içindən normal bir soğan çıxarda bilərsiniz. Yəni baş soğandan gedir söhbət. Üstü yaşıllarını qopardım, amma qalsın özü. Bunlar da gərək bir balaca kölgə kimi yerə keçirdim. Deyəsən günəş çox vurur. Bir də bəzən evdə olmuram, sulamaqda çətinlik çəkirəm. Həyətdən meyvə satan səsi gəlir, çığırır. Onun səsinə görə bütün səsləri eşitdik. Öz fikrimi biraz cəmləməyə çətinlik çəkdim. Bunlar isə mənim rozmarinlərimdir. Bilirsiniz, göstərmişəm bunu da əvvəl. Rozmarinlərimi də çox çayını sodana yumuram. Ümumiyyətlə, rozmarin üstdən sulanmağı, üstdən yuyulmağı çox sevmir. Çox hər gün davamlı sulanıb torpağının davamlı palçıqlı nəm olmağını da sevmir. Suyu quruduqca su verin. Çünki rozmarin özünü necə deyim, qidalandırır. Nə mənada qidalandırır öz-özünü. Yəni, quru torpaqda özünü yaxşı saxlayır. Çox suyu sevmir. Amma torpağı quru, yəni günlərlə quru saxlayım. Yay ayıydı. Qışda çox sulamıram, amma yayda baxıram. Torpağı qurudursa sulayıram. Düzdür, bir balaca bu hissələri quruyub, gərək bunları mən özü payıza buduyum. Payızda qırım onları. Əslində rozmarin bu biraz neçə ilin koludur artıq, dibçəkdədir, dibçəyi də balacadır. Ona görə ola bilər ki, hətta bunun torpağı da yaxşı deyil. Bunu gərək hətta torpağını özü payızda, indi çox istidir, yəni iyulun axırıdır bugün. Yəni axırlarıdır, axırıncı günlərini yaşayırıq. İstidə çox dəymək məsləhət deyil. Amma ki, payızda, sentyabrdan sonra harada sentyabrdan, noyabra, bu vaxtlara bəlkə də bunun da torpağını dəyişdim. Bu qədər sizə göstərmək istədiyim bunlardır. Yəni bitkilərimi çayını sodalı suda yudum, ancaq eləsi var ki, yəni misal üçün bunun üstünü pıslamadım. Göyərtilərimi pısladım, o birisi balkonda biber şitillərim var, onlara pısladım rahatlıqla. Ancaq soğanlara, yəni bütün əkdiyiniz göyərtilərə, digər bitkilərimi isə sadəcə torpağına, üzdən nəmli torpağına. Çünki torpağın üstündə yavaş-yavaş hopurdu için onsuz da olan cücüləri, böcəkləri, nə bilim, xəstəlikləri çayını soda sağaldır əslində. Aloylarımın da sadəcə torpağına birazcık tökürəm çayını sodalı su bəzən. Hər zaman yox, onda neçə müddətdən bir eləyə bilərsiniz. Ayda bir dəfə, maksimum 2 dəfə eləyin. Yay aylarında daha çox ehtiyac olur. Çünki yay aylarında özünüz də bilirsiniz ki, şirələnmə çox olur. Hələlik bu qədər. Təşəkkür edirəm. Bütün səslərlə qarışıq bir video hazırladım sizə. Yəqin ki, ümid edirəm ki, rahat fikrimi çatdıra bildim. Təşəkkür edirəm məni izlədiyiniz üçün. İzləməyə davam edin. Sağ olun.